Şekil çekmek olar. Hadi gel. Olur. Saça gel. Ariana Grande. Can gel. Dolarlarla herhalde. Tamam. Ay hadi kız. Harry Potter'la Hermione Granger'ın karışımı gibisin. 10 saniye yuh. Yok artık. Ay çok güzelsiniz. Siz de. Gününüz aydın olsun millət. Mən belə düşünürəm ki, bu qızcığazlar var ya, hansı ki, üzləniraqlarla gəlirlər, şəkil çəkdirirlər, üzləniraqlara dəstək olurlar, nə bilim, hədiyyələr atırlar, harada görürlər, onlarla təmas qururlar. Yəni, belə insanlar mən görürəm ki, belə qızcığazlar, qadıncığazlar, nə onların ümumi planı deyirəm ki, burada nə əlinə göstərmək istəmirəm, nə də ifadə ilə ayıbdır. Özünüz bildiniz, mən onların adını nə qoydum. Həmin o qızcığazlar yəqin tarixi yaxşı oxuyublar da. Çünki tarixdə belə bir şey var ki, bizim şahlar, padşahlar həmişə hamamlarda kisəçi kimi deyək, hamam şəraitində işləyən insanları axtalayırdılar, kişiləri. Axtalayıb ora götürürdülər ki, yəni arxaya otursunlar ki, o insan axtalanıb, üzr istəyirəm hamıdan. O insan bizim həyat yoldaşımıza, qızlarımıza, xanımlarımıza heç nə eləyə bilməyəcək. Yəni bunlar o minvalla, bu şeylə, fikirlə onlara fikirləşir ki, bunlarla şəkil çəkdirə də bilərəm, bunlarla gedib hardasa otura da bilərəm, bunlarla hətta gedib oteldə qala da bilərəm, bunlar onsuz bizə maraq göstərmir, bunların marağı kişilərədir, kilo kişilərin də başına ki, bunlara maraq göstərir. Yəni, yəqin bu fikirlə otur. Amma bilmirlər ki, ata-atın yanına bağlayanda həm rəng olmasa da həm xasiyyət olur. Yəni, o ləkə sənin üstündədir. Ləkə sənin üstündədir. Yəni, bir qadın geylə münasibət qurursa, ya ona can atırsa, o deməli elə onun əks cinsidir. Eyni şeydir. Yəni, əxlaq əxlaqdır. Fərqi nədir bu cinsiyyəti? Kim də burada desə ki, onlar xəstə adamlardır, elə qələt edir, başından da böyük xəstəlikdir. Xəstəlik mən sizə izah edeyim da, bunlar haqqında xəstəlik. Məsəl üçün, onlar hər bir qadında kişi hormonları var, hər bir kişidə də qadın hormonları var. Bunlar sadəcə maraq oyadır. Bugünkü gün Allah uzaq eləsin. Bugünkü gün mən də o hormonları özümdə oyatsam, mən də Allah uzaq eləsin. Bu 40 yaşımda İraq olsun. Gedib olaram ondan. Amma söhbət ondan ki, Allah Taala şuur verib də ki, o hormonları, o hissləri özündə oyatma. Abala, mən səni kişi kimi yaratmışam. Yəni, bu proseslər Makedoniyalı İskəndərin vaxtından var. Yəni ki, bugünkü zəmanənin deyil. Sadəcə getdikcə Makedoniyalı İskəndərin vaxtından bəri ədəb, ərkan yavaş-yavaş düzəlib. Bunlar qınaq obyektinə çevrilib. Yavaş-yavaş bunlar öz içində o hissləri, yəni hökm, öz içlərindəki o hisslərə hökm gəliblər. Yəni, o hissləri öldürüblər özlərində. Yəni ki, qınaq var idi. Amma indi yavaş-yavaş təzədən Makedoniya İskəndəri. Ümumiyyətcə, biz bax elə Makedoniya İskəndəri bu daş dövrünə gedib çıxırıq. Məsələn, geyimlərimizdə, daş dövründə necə geyinərdi? Üzr istəyirəm, o əncir yarpağı deyirlər, yəni yarpaqdan sallayırdılar. Bax, bugünkü gün bəzi qadınların geyimi odur. Məsəl üçün, o İskəndər, yenə də misal çəkirəm, İskəndərin vaxtında necə? Makedoniya İskəndərin özünün üzdənirağı olub, sevgilisi olub, gey olub. Üzr istəyirəm, ifadəmə görə. Prosta bu şərəfsizlərin adı elə odur da. Yəni ki, hər bir adı var, onların da adı odur. Yəni, biz o dövrə qayıdırıq. Bugünkü gün Makedoniya İskəndərin vaxtında 5 dənə kişidən biri elə idi. İndi bax, həmin şeyə gəlib çıxır da. Allah yaxşı kişilərimizi qorusun. Allah yaxşı qadınlarımızı qorusun. Yəni, bugünkü gün gedib, məsəl üçün, kişilər var, kişilər. Deyir, mən arvadı etibar edir. Deyir ki, o geçsin, geyə saçını kəsdirsin, məsəl üçün. Gey həkimsə keçsin onun yanına. Onsuz onun hissiyatları yoxdur da. Mənim yoldaşıma neyini yazdı ki? Və belə bir psixologiya ilə yaşayan kişilərimiz çoxalıb deyə, bugünkü gün yəni elə insanlarımız çoxalıb. O vaxtda bizim məhəllədə biri var idi, bir qələt qarışdırmışdı, o köçsü getdi. Qınaq var idi. İndi bilmirəm, bəlkə də ailə uşaq sahibidir. Nəsə, nə edirəm əziz cəmaət? Mən belə şeyləri görüb əsəbləşirəm. Təbii ki, bütün qeyrətli insanlar əsəbləşir. İndi bunlar tutaq ki, sizin bəzilərinin dilində desə xəstədir. Bunlar atxotlardır və yaxud da nədir? Amma yaxşı, sənin zatına, pakına nə elət? Sənin evdə tərbiyə verən atana nə elət? Sənin qardaşına nə elət? Nəslində sənə bacı deyən xalan uşaqları, əmin uşaqları, nə bilim, dan uşaqlar varsa, düz onların zatına nə elət? Sən bugünkü gün çıxmısan orada, geynə şəkil çəkdirsən, hələ bir fəxrlə, o can, o. Ümumiyyətlə siz sizi kimlər, əcnəbi görəndə bircə o qalıb ki, elə yolun ortasında hər bir şeyi həll eləyəsiniz də. Yəni, başqa ehtiyac yoxdur, başqa harasa getməyə. Yəni, Allah abrınızı töysün, elə abrınız evinizdə qalsın. Heç olmasa çıxartmayın da, bu cəmiyyət içinə çıxardıb cəmaatı pozmayın. O, üzlənirək o roz və pantera var, səhray pantera.
Panter adı hayfdir, o heyvana hayfdir, buna deyirəm. O da gəlib o günü gəlib Şəhidlər Xiyabanına girib. Sağ olsun polisimiz, minnətdaram. Ona icazə vermir Şəhidlər Xiyabanına girmək. Bir dənə də ağıllı, güya ki bu yol göstərəndir, aparıb onu salıb Şəhidlər Xiyabanına arxa yolla. Gətirib ki, ay gey, ay üzdən İraq, gəl bizim şəhidləri yad elə. O şəhidlərin haqqı sizin burnunuzdan gəlsin. O şəhidlərin analarının gözyaşı sizin burnunuzdan gəlsin. Bu vətənə, ölkəyə ləkə gətirən, xalqın əxlaqını pozan, istər qadıncığazlar, qızcığazlar, istər kişiciklər, o kişi fasonlar, hansı ki geyləri takib eləyirlər, onlara dəstək olurlar. Fərqi yoxdur, onun içində istəyir andoslanlar, istəyir məmur olsun, hansı ki geyə dəstək olur, istəyir həkim olsun, istəyir sıradan bir insan olsun, istəyir fəhləsi olsun. Mən fəhlə tanıyıram ki, gedir geylə görüşür. Üzr istəyirəm hamıdan. Nə olsun? Yəni bu məsələlər elə bir məsələlərdir ki, psixoloji bir məsələlərdir. Allah psixologiyası yerində olan, kişiliyi yerində olan, qadınlığı yerində olan, yəni qadınlığı nəyə nəzərdə tuturan, qadın ləyaqəti yerində olan bütün Azərbaycan xalqını qorusun. Var olun Azərbaycan xalqı belə şərəfsizlərə, belə biqeyrətlərə, istəyər elə o roz və paltar geyinən üzdən İraq və yaxud da onlarla şəkil çəkdirən, yəni adımıza ləkə olan Azərbaycan qızları onlara aiddir. Yəni Allah bundan kökün kəssin, Allah yaxşılarımızı qorusun. Var olun Azərbaycan xalqı.